Fiziki müayinələr bizə nə verə bilər? Fiziki müayinələr bizə yardımcı ola bilər. Ağrının xarakterizə edəcəyimiz zaman, yəni sinə ağrısının kardiyak kökənli olub-olmadığını ayırd etmək üçün bizə nə verə bilər? Biz fiziki müayinələr zamanı sol mədəcik disfunksiyasını, gizli qapaq xəstəliklərini, həmçinin qulaq asmaqla patoloji küyləri, ritmləri, həmçinin əgər varsa əvvəldən olan sinus taxkardiyası, ağciyərlərdə olan yaş xırıltılar, bunların olması, məsələn, yugulyar venoz dolğunluğunun artması, ağrı ilə birlikdə bunların olması daha çox ağrının ürək mənşəli olduğunu göstərən əlamətlərdir. Ona görə də bu fiziki müayinələr də bizə xüsusi yol göstərir. Həmçinin həm işemik olduğunu ayırd etmək üçün, həm də non-işemik olduğunu ayırd etmək üçün, hansı ki, xəstələrin, yəni müraciət edən xəstələr tək kardioloji cəhətdən dəyərləndirilmir. Ağrı varsa, biz onun non-işemik səbəblərini də ən azından müəyyən edib, müəyyən ixtisaslı həkimlərə yönləndirməliyik. Yəni, bunlara nə aiddir? Yəni, döş qəfəsində yerləşən digər orqanların xəstəlikləri, ən çox olan xəstəliklərdə yəni, pnevmoniyalar, plevritlərdir. Bunlar da döş qəfəsində ağrı yarada biləcək şeylərdir. Döş qəfəsi həssaslığı olduğu bəzi sindromlardır. Sonra herpes zosterdir ki, hansı ki, kəmərləyici dəmirov. Bunlarda da şiddətli sinə ağrıları ola bilir. Bunları müəyyən etmədə fiziki müayinələrin rolu önəmlidir. Çox sağ olun, doktor, təşəkkür edirik. Ağrı zamanı əsas diaqnostik testlər nələrdən ibarətdir? Hansı diaqnostik testlərdən istifadə edirsiniz? Ağrı zamanı əsas diaqnostik testlər